Hər vaxtınız xeyirli olsun. Bəli, Ermənistanın 35 il ərzində Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət faktları nəhayət ki, məhkəmədə öz hüquqi qiymətini alır. Məhkəmə prosesində zərər çəkənlər ifadə verirlər. O zaman törədilmiş çoxsaylı cinayət faktlarından yaşadıkları ağrı, acıdan danışırlar. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı isə törədilmiş cinayət faktlarını etiraf edir. Hazırki mərhələdə Xocalı sakinləri, Xocalı faciəsi zamanı, soyqırımı zamanı zərər çəkənlər ifadə verirlər. 1992-ci ildə Xocalıda yaşanan hadisələrdən danışırlar. Zərər çəkmişlər ifadələrində bildirirlər ki, 1992-ci il fevralın 25-nə 26-sına keçən gecə Xocalıda yaşanan o soyqırımadək Xocalı mühasirədə idi. Dörd bir tərəfdən Xocalıya giriş-çıxış bağlanmışdı. Xocalının yeganə çıxış-giriş yolu helikopterlərlə hava məkanından idi. Amma sonuncu dəfədə, sonuncu vertolyot hava məkanında vurulduqdan sonra artıq bu əlaqə də kəsilmişdi. Xocalıya hər gün hücumlar olurdu. Ermənistan silahlı qüvvələri, erməni silahlıları mütəmadi olaraq şəhəri, mühasirədə olan şəhəri silahlarla atəşə tuturdu. Evlər dağıdılırdı, insanlar yaralanırdı, öldürülürdü, qətlə yetirilirdi. Şəhər mühasirədə olduğu üçün hətta yaralıları qırağa çıxarıb xəstəxanalara daşımaq belə mümkün deyildi. Şəhərdə ərzaq qıtlığı yaranmışdı, çörək çatışmırdı, avtomobillərə tökməyə benzin çatışmırdı, benzin tapılmırdı. Belə bir şəraitdə Xocalı müqavimət göstərirdi, direnç göstərirdi. Amma əliyalın insanların silahlı erməni birləşmələrinə qarşı, Ermənistan silahlı qüvvələrinə qarşı müqaviməti çox uzun çəkmədi. 1992-ci il fevralın 25-nə 26-sına keçən gecə Xocalıya müxtəlif istiqamətlərdən hücumlar olur. Yalnız əhaliyə bildirilir ki, dırnaq arası bir dəhliz qoyulub ki, həmin o yolla çıxa bilərlər. Amma əslində isə təqsirləndirilən Madat Babayan da ifadəsində bildirdi ki, o dəhliz insanlar üçün tələ idi. Orada erməni silahlıları, erməni yaraqları dayanmışdı ki, insanları, həmin o dəhlizdən keçən insanları güllə barana etmişdilər. Və öldürdükləri insanları öldürmüş, öldürə bilmədiklərini isə girov və əsir götürmüşdülər. Məhkəmə prosesində Ermənistanın əsirliyində, erməni əsirliyində yaşayan insanlar keçirdikləri hansı onlara zülümlər olunub, onlardan danışırlar və onlar ifadələrində bildirirlər ki, əsirlikdə olduqları müddətdə onların başlarının dərisini soyurdular Azərbaycanlıların, üzlərinin dərisini soyurdular, qadınların, qızların barmaqlarını qoparırdılar, ürəklərini deşib, qəlblərini çıxarırdılar. Bütün bunları zərər çəkənlər ifadələrində bildirirlər və eyni zamanda məhkəmə prosesində həmin vaxtı götürülmüş çoxsaylı fotoşəkillər, çəkilmiş video görüntülər, çoxsaylı hadisə yerinə baxış yerinə protokolları, onlar da məhkəmə prosesində elan olunur, nümayiş olunur və bununla bağlı təqsirləndirilən şəxslərə çox saylı suallar verirlər. Və ifadələrdə də artıq Madat Babayan da öz ifadəsində bildirdi ki, o Xocalı soyqırımında iştirak edib və məqsəd xalqın oradan çıxarılması olub. Və məqsəd o imiş ki, Xocalıda elə bir zülüm insanlara yaşadılmalıdır ki, və o digər sakinlərə, yəni həmin ərazilərin ətrafındakı sakinlərə bir görünüş olmalıdır, görk olmalıdır. Mən bir faktı qeyd etmək istəyirəm. Xocalıda o zamanlar xarici jurnalistlər gəlir, vəziyyəti görüb işıqlandırırlar. Bir xarici jurnalistin yazdığı ifadə, onun məqaləsi məhkəmə prosesində elan olundu və bir ifadədə qeyd olunur ki, o qeyd edir ki, Xocalıda yalnız meyitlər qalmışdı. Bütün bunlar məhkəmə prosesində, açıq keçən məhkəmə prosesində araşdırılır. Qeyd edək ki, zərər çəkənlərin də hüquqlarını məhkəmə prosesində vəkilləri müdafiə edirlər. Biz bugünkü iclasla bağlı növbəti xəbərlərin buraxılışında daha geniş reportajımız olacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.